şəhid xanımı qətlə yetirildi. Fərqli yazırlar. Hamı yazır. Təbii ki, yenə də deyirəm, heç kimə ixtiyar verilmir ki, bir canlını qətlə yetirsin. Adi xırda qarışqıya bizim yazığımız gəlir. Biz onun üçün yol açırıq, şərait yaradırıq ki, yaşasın. Yəni, canlıdan danışırıq. Təbii ki, kim ki qətlə yetirib, o cəzasını alacaq. Amma niyə görə burada Ruslan kənarda qalıb, hansı ki şəhid xanımla görüşüb? Niyə o kənarda qalıb? Niyə o cəzalanmır? Niyə onu cəzalandıran yoxdur? Niyə onun haqqında danışan yoxdur? Niyə ona deyən yoxdur ki, ay qeyrətsiz, ay vicdansız? Sən bu şəhid qadınla niyə görüşümsən? Deyir, o mənə hədəliyirdi, o mənə qorxudurdu, o məni nələrsə edirdi. Sən qorxansan? Sən qorxan olsaydın, şəhidin xanımla görüşməzdin və məsələni bu qədər qlobal etməzdin, böyütməzdin. Nə qədər günahlar varsa səndədir. Elə mən deyirəm, bir şəhid xanımının qətlə yetirilməsində əsas günahkar qarşı tərəf, yəni onunla görüşən Ruslandır. Mən xahiş edirəm, o kənarda qalmamalıdır. Sən şəhidin evinə gedirsən, sən şəhidin şəklinin yanından keçirsən, fotosunun, sən onun nə bilim çəkməsinin yanından keçirsən, sən onun gedirsən, deyirsən ki, məni məcbur etdi. Qadın səni necə məcbur etdi? Hə? Ona görə ən ağır cəza, hansı ki, qaynatası tərəfindən qətlə yetirilən o şəhid xanım var, adını çəkmirəm. Onunla görüşən var, Ruslan. Mən deyirəm, əsas günahkar odur. Nə deyir, tiktokerdir, blogerdir, nə zibildir. O onunla görüşməsəydi, bugün həmin xanım sağ olardı. Bugün evladlarının yanında olardı. Bugün ailəsinin yanında olardı. Sən onu yoldan çıxartdın. Öz sevginlə, ki onu sevmisən. Ona nə bilim nələr vəd etmisən. Evli adamların subay qadına nələri səvvəd etmək nə qədər düzdür? Mən ona görə deyirəm ki, əsas günahkar burada mən şəhid xanımını yoldan çıxardan, onu yatağa salan, sonra da yazan, nələr yazıb, yoruldum, çox yordun məni, çox yataqda mənə belə elədin. Püs sənin üzvə, eyib olsun sənə. Ona görə də əsas günahkar ona görüşən kişidir.